məsələlərlə davam edək. 500 qram 16% duz məhluluna 25 qram duz əlavə olunduqda alınan yeni bir məhlulun duzluluq faizini tapın. Bundan öncə əgər izləmisinizsə, 2 videomda buna aid bir misal izah eləmişəm, məsələ izah eləmişəm və həmin həlli yolu ilə davam edəcəm. Deməli, 500 qram 16% deyir, üstə gələk. Əlavə olunduğu üçün üstə gəlirik. Əgər götürülsəydi çıxacaqdıq. 25 qram deyir duz əlavə olundu. Baxın, burada 500 qramın 16% duz idi da. Yəni, onun üçün yazdım 500 qram 16% üstə gəlir. Amma artıq burada 25 qram sırf duzdan söhbət gedirsə, belə çıxır ki, bu 100%li bir məhluldur. Yəni, burada başqa bir su falan qarışığı yoxdur da. Bu sadəcə duz olduğu üçün bu 100%li bir məhluldur. Bərabərdir. Toplamalıyıq. Alınan yeni məhlulun kütləsini tapmaq üçün 500-dən 25-i topladıq. 525 vurulsun, faizlə tapmalıyıq. X faiz. Burada nə edə bilərik? 25-ə bölə bilərik hər tərəfi. Böyük rəqəmlər alındığı üçün belə də istəsəniz, yəni ixtisar eləyib də yaza bilərsiniz. Mən bunu ixtisar eləyəcəm. Hər tərəfi 25-ə böləcəm. 25-ə böləndə 20, qaldı 20 vurulsun 16. Üstə gələk, 25-ə getdi. 100 bərabərdir. 25-ə getdi. 21 eləyir. Bəli, 21x. Toplayan, vuranda başqa ixtisar yoxdur. Vuranda 0, 2, 3, üstə gələk 100 bərabərdir 21x. 420 bərabərdir 21x. X-də tapmaq üçün 420-ni 21-ə bölərik. Bu da 20%li bir məhlul alınır.